Ağcabədidə Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən ağac əkmə aksiyaları davam edir. Növbəti belə aksiya noyabrın 1-də rayonun Mingəçevir-Bəhramtəpə magistral yolunun Ağgöl Milli Parkı ərazisinə yaxın yerdə baş tutub. 8 noyabr Zəfər gününün 5 illiyi münasibətilə həyata keçirilən aksiyada Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər. Təxminən 200 nəfərin qatıldığı aksiyada ərazidə 100-ü Eldar şamı, 100-ü tuya, 300-ü isə sərv ağacı olmaqla ümumilikdə 500 ağac əkilib. Ağaclar əkildikdən sonra suvarılıb. Onlara aqrotexniki qaydada qulluq edilib. Qeyd edək ki, tədbirlər planına uyğun olaraq mütəmadi keçirilən belə ağac əkmə aksiyalarının rayon ərazisində keçirilməsi bundan sonra da planlaşdırılır. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.